Azərbaycan diplomatiyası son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq aləmdə mühüm uğurlara imza atır. Dünyanın müxtəlif ölkələrində dövlətimizin maraqlarını yüksək peşəkarlıqla qoruyan diplomatlarımız bu uğurların əsas memarları sırasında yer alırlar. Belə diplomatlarımızdan biri də Gəncə şəhərində doğulmuş, zəngin dövlətçilik təcrübəsinə malik Azərbaycanın tanınmış diplomatı Rəşad Məmmədovdur. Rəşad Məmmədov uzun illərdir ki, Azərbaycan dövlətinin etimadını doğruldaraq mühüm diplomatik missiyalar həyata keçirir. O, əvvəlcə Qazaxıstan Respublikasında, daha sonra isə qardaş Türkiyə Respublikasında Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri kimi uğurla fəaliyyət göstərib. Hər iki ölkədə çalışdığı dövrdə Azərbaycanın milli maraqlarının qorunması, dövlətlərarası münasibətlərin inkişafı, iqtisadi, siyasi, humanitar və mədəni əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm nəticələr əldə olunub. Xüsusilə Türkiyədə səfir kimi fəaliyyəti dövründə Azərbaycan-Türkiyə münasibətləri tarixinin ən qüdrətli mərhələsini yaşayıb. İki qardaş ölkə arasında müttəfiqlik münasibətlərinin möhkəmlənməsi, Şuşa bəyannaməsinin ruhundan irəli gələn əməkdaşlığın inkişafı, Türk dünyasının birliyinin gücləndirilməsi istiqamətində görülən işlərdə diplomatik korpusun fəaliyyəti böyük əhəmiyyət daşıyıb. Bugün Rəşad Məmmədovun qarşısında yeni və daha məsuliyyətli bir vəzifə dayanır. O, Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri təyin olunub. Bu təyinat onun peşəkarlığına, dövlətçilik təcrübəsinə və Prezident İlham Əliyevin ona göstərdiyi yüksək etimada verilən növbəti qiymətdir. Yeni vəzifəyə başlamazdan əvvəl Rəşad Məmmədovun söylədiyi səmimi fikirlər onun dövlətə bağlılığını və məsuliyyət hissini aydın şəkildə ifadə edir. Qardaş Türkiyə Respublikasında səfir kimi fəaliyyətimi başa vurarkən, ilk növbədə mənə bu yüksək və məsuliyyətli missiyanı etibar etdiyinə görə Azərbaycan Respublikasının Prezidenti, Zat-ı Aliləri cənab İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Ali etimadı doğrultmaq üçün bütün gücüm və məsuliyyət hissimlə çalışmağa səy göstərdim. Bu missiyanı digər bir qardaş ölkəmizdə Özbəkistanda davam etdirəcəyindən isə xüsusi məmnunluq duyuram. Bu fikirlər dövlətə sədaqətin, prezident etimadına layiq xidmət göstərməyin və Azərbaycan diplomatiyasının ali prinsiplərinə bağlılığın parlaq nümunəsidir. Azərbaycan ilə Özbəkistan arasında münasibətlər son illərdə misilsiz inkişaf mərhələsinə qədəm qoyub. Prezident İlham Əliyev və Özbəkistan prezidenti Şavkat Mirziyoyev arasında formalaşan səmimi dostluq münasibətləri iki qardaş ölkə arasında əməkdaşlığın bütün sahələrdə genişlənməsinə güclü təkan verib. Bugün iqtisadiyyat, nəqliyyat, enerji, təhsil, mədəniyyət, kənd təsərrüfatı və investisiya sahələrində həyata keçirilən birgə layihələr Türk dünyasının inteqrasiyasını daha da möhkəmləndirir. Belə bir dövrdə Rəşad Məmmədov kimi təcrübəli diplomatın Özbəkistana səfir təyin olunması təsadüfi deyil. Onun zəngin diplomatik təcrübəsi, yüksək peşəkarlığı və dövlətçilik ənənələrinə sadiqliyi Azərbaycan-Özbəkistan strateji tərəfdaşlığının daha da inkişafına mühüm töhfə verəcək. Gəncə şəhəri hər zaman Azərbaycanın elm, mədəniyyət və dövlətçilik ənənələrinin mühüm mərkəzlərindən biri olub. Bu qədim şəhərin yetirməsi olan Rəşad Məmmədovun beynəlxalq aləmdə ölkəmizi ləyaqətlə təmsil etməsi bütün gəncəlilər üçün qürur mənbəyidir. Onun uğurları Azərbaycan diplomatiyasının gücünü, dövlətimizin düzgün kadr siyasətini və milli maraqlarımızın etibarlı əllərdə olduğunu bir daha təsdiqləyir. Rəşad Məmmədovu Özbəkistan Respublikasına Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri təyin olunması münasibətilə səmimi qəlbdən təbrik edir. Ona bu məsuliyyətli və şərəfli diplomatik missiyada möhkəm cansağlığı, tükənməz enerji, yeni nailiyyətlər və Azərbaycan dövlətinin mənafeyi naminə uğurlu fəaliyyət arzulayırıq. Əminik ki, o, qardaş Özbəkistanda da ölkəmizi ən yüksək səviyyədə təmsil edəcək, Azərbaycan-Özbəkistan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə dəyərli töhfələr verəcək.